Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Azərbaycanın, yəni Səfəvilər dövlətinin 18-ci əsrin birinci yarısında siyasi, iqtisadi vəziyyət barədə məlumat verəcəyik. Görək, 18-ci əsrin birinci yarısında Səfəvlərin vəziyyəti nə yerdədir? Ümumiyyətlə, 18-ci yüzilliyə daxil olduğumuzda artıq Səfəv dövləti çöküşün zirvəsində idi. Belə ki, Səfəv dövlətinin həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən zəifləməsinin səbəbləri var idi. İlk öncə iqtisadi səbəblərə baxaq. İqtisadi səbəblər deyiləndə biz burada bu səbəbləri iki qruplaşma üzərindən aparırıq. Daxili və xarici iqtisadi səbəblər. Daxili iqtisadi səbəblər nədir? Birincisi, suvarma kanallarının dağılması. İçməli kəhriz sularının, suvarma kanallarının dağılması ölkənin süni suvarma şəbəkəsinin dağılmasına və əkin sahələrinin azalmasına gətirib çıxartmışdı. Digər tərəfdən ikinci bir amildən danışaq burada pul böhranı. Xaricdən daha çox metal gətirilirdi. Azərbaycanda, xüsusilə Səfəv dövlətinin digər ərazilərində də qiymətli metal tapıla bilmirdi və bu da artıq pul böhranının baş verməsinə gətirib çıxartmışdı Səfəv dövlətinə. Digər tərəfdən ölkənin daxilində baş verən başqa bir iqtisadi səbəblərə də baxsaq, burada vurğulamalıyıq şəhər iqtisadiyyatının tənəzzülü. Artıq 18-ci yüzilliyin əvvəlləri bir sıra əkin sahələrinin azalması, vergilərin çoxalması, quraqlıq, açlıq səbəblərindən şəhər əhalisi şəhərləri kütləvi surətdə tərk eləməyə başlayırlar və bu üç səbəb Səfəvlərin 18-ci yüzilliyin əvvəlində zəifləməsinin daxili iqtisadi səbəbləri olduğunu ümumiləşdirdik. Deməli, nələrdən danışdıq? Biz şəhərlərin əhalisi köç edir, pul böhranı baş verir, qiymətli metal xaricdən gətirilir, su kəhrizləri, su kanalları dağılır və buna görə əkin sahələri yoxdur. Digər tərəfdən xarici səbəblərə gələk. Xarici iqtisadi səbəbləri isə vurğulayanda biz danışmalıyıq. Artıq 17-ci yüzilliyin sonundan biz bilirik ki, Səfəvi dövlətinin iqtisadiyyatına böyük bir ziyan dünya ölkələrindən gəlib. Sadəcə Səfəvilər üçün yox, şərq üçün də böyük bir böhran idi bu. Çünki 17-ci yüzillikdə artıq Hindistan yolu öz əhəmiyyətini itirmişdi. Yəni Böyük İpək yolundan söhbət edirik. Böyük İpək yolu öz əhəmiyyətini itirmişdi və buna görə də bütün dünyada ticarət yolları artıq böyük coğrafi kəşflərdən sonra okeanlara keçmişdi. Beləliklə İpək yolu öz əhəmiyyətini itirir və Səfəvi, Osmanlı, Böyük Moğol kimi digər türk müsəlman böyük şərq ölkələrinin iqtisadiyyatına ağır zərbələr dəyir. Bundan başqa Səfəvlərin əsas ixracat elədiyi ipəyin artıq ixracının dayandırılması, digər tərəfdən yenə burada pul böhranının bir də daxili səbəbi var. Daxili pul böhranı nədir? Daxili pul böhranında vurğulayırıq. Tədavülə qəlb pulların, yəni saxta pulların buraxılması, saxta pul alış-verişi çox idi Səfəvi dövlətində bu dövrdə. Bu da daxili iqtisadiyyatı zəiflədən səbəblərdən idi. Digər tərəfdən biz vurğulamalıyıq ucuz manufaktura məmulatları. Avropada bu dövrdə inşallah tarixdən irəlilədikcə danışacağıq. Manufaktura ilk kapitalist müəssisəsidir və bir var manufakturada bir şey istehsal olunsun sürətli şəkildə və az belə deyək maya qoymaq şərti ilə və o mal daha ucuz olur. Keyfiyyətli və ucuz. Digər tərəfdən Azərbaycanda sənətkarların hazırladığı məhsul uzun-uzadı əziyyətlə hazırlanıb boya başa çatır, hazır olur və o satışa çıxan zaman o daha baha qiymətə satılır. Beləliklə, Avropada istehsal olunan ucuz manufaktura məhsulları gəlir Azərbaycandakı sənətkarların, yerli sənətkarların məhsullarını bazardan sıxışdırıb çıxarır və bu da bizim Səfəvi dövlətinin daxili iqtisadi zəifləməsinin səbəblərindən biri olur. Daxili səbəblərini yenidən ümumiləşdirək. Burada vurğuladıq İpək yolunun öz əhəmiyyətini itirməsi, digər tərəfdən vurğuladıq Hindistana gedən ticarət yolunun kəşf olunması, okeanlara ticarətin keçməsi, Səfəvi ipəyinin ixracatının dayanması, qəlb pulların buraxılması dövriyyə, yəni saxta pulların və digər tərəfdən isə ucuz manufaktura məhsulları ilə rəqabətdə Səfəvilərin, sənətkarlarının məhsullarının rəqabət apara bilməməsi. Gələk siyasi səbəb. Siyasi səbəb çox sadə. Biz burada Səfəvi bürokratiyasının rüşvətxorluğu və belə deyək ədalətsizliyindən danışmalıyıq. Artıq 18-ci yüzilliyin başlarında Səfəvi dövlətində bütün dövlət məmurları, bütün bürokratiyanın üzvləri belə deyək ki, qanunsuz işlər görürdülər, rüşvətxorluğa çox meyl edirdilər və bu da dövlətin siyasi cəhətdən çöküşünü hazırlayan bir səbəb idi. Bürokratiya nədir? Bu arada vurğulayaq. Bürokratiya
cəmiyyətin elə bir üzvləridir ki, bunlar dövlət aparatında əsasən işləyirlər. Yəni bugünkü fikirləşin ki, respublikada dövlət adamları var. Həmən dövlət adamları tutalım Şah sarayında o dövrdə işləyirdi və yaxud qoşunda xüsusi bir vəzifəsi var idi. Bu adamlar cəmiyyətin digər üzvlərindən, yəni kəndlilərdən olsun, sənətkarlardan olsun, öz hüquqlarına görə çox seçilirdilər. Onların əlavə imtiyazları, hüquqları, əlavə səlahiyyətləri olurdu. Biz buna deyirik bürokratiya. Yadda saxladıq. Bürokratiya dövlət məmurlarıdır. Onların, qısaca belə deyək ki, dövlət məmurlarıdır və onların çoxlu hüquq və səlahiyyətləri var cəmiyyətin digər qisminə nəzərən. Davam elədik, baxaq, gələk artıq Səfəvi hökmdarlarımızdan danışaq. Birinci Şah Sultan Hüseyin. Şah Sultan Hüseynin hakimiyyət dövrünə baxaq. Şah Sultan Hüseynin hakimiyyəti 1694-1722. Onun hakimiyyət dövründə bu siyasi iqtisadi səbəblər dövləti zəiflədir və ölkədə qərb pulların buraxılmasına qarşı mübarizə aparır. Metal yoxdur dedik. Qiymətli metal yoxdur ki, pul sikkə zərb olunsun. Bunun üçün də nə edir Şah Sultan Hüseyin? Ərdəbil şəhərindəki atababa mülklərinin yenidən, belə deyək ki, atababa mülklərindəki məbədlər olsun, nə bilim, qırqızıllar olsun, onların dəyərli əşyalar olsun, onların hamısını belə deyək ki, satıb, onların hamısının qızılını ərdib, onlardan pul basmaq qərarına gəlir və beləliklə güya ki dövləti pis vəziyyətdən qurtaracaqdı, lakin bu da öz bəhrəsini vermir. Sultan Hüseynin dövründə vergi islahatı həyata keçirilibdi. Onun həyata keçirdiyi 1699-1702-ci illərdəki vergi islahatına əsasən belə deyək ki, vergilərin miqdarı bir xeyli artırılır, əhali siyahıya alınır əmlakı ilə birlikdə. Lakin bu da Səfəvi dövlətini düçar olduğu iqtisadi böhrandan çıxmasına imkan vermir. O dövr üçün belə bir məlumat verirdilər ki, tarixi mənbələrdə, məsələn, Şirvan hakimi demək olar ki, özü mərkəzi hakimiyyətlə hesablaşmadan kəndlərin üzərinə qoyulan vergiləri artırırdı. Bu artıq bürokratiyanın, Səfəvi bürokratiyasının necə özündən çıxmasından, necə qanunsuzluq etməsindən bizə xəbər verir. Gələk, 18-ci yüzilin əvvəli Səfəvlərə qarşı olan ilk üsyanlar. Səfəvlərin hakimiyyətin qarşı ilk üsyanlar 1707-də başlayır, Çar Balakən üsyanı ilə. Nəyə görə ilk üsyanlar başladı? Birinci bunun səbəblərinə baxaq. 1. Vergilərin artırılması və quraqlıq. 2. Məmur özbaşınalığı və feodal zülmü. Beləliklə, 1707-ci ildə vurğuladığımız kimi ilk üsyan harda baş verir? Çar şəhərində. Çar və Balakən, hər ikisini birlikdə vurğuluyuruq. Bu üsyanın ilk dəfə baş verməsinin ən əsas səbəbi Şirvan bəylərbəyi olan Həsən Əli xanın öz öhdəliyindən imtina etməsi idi. Belə ki, o vaxtlar Şirvan bəylərbəyliyinin belə bir öhdəliyi var idi. Onlar Çar şəhərinə şimaldan gələn hücumların qarşısını almaqdan ötəri Çarlara əlavə dövlət xəzinəsindən maaş ödəyirdilər. Həsən Əli xan dövlətdən gələn, dövlət xəzinəsindən Çarlara ayrılmış olan bu qəniməti, yəni bu maaşı öz cibinə alır və Çarların pulunu onlara xəbər eləmədən kəsir. Və belə olanda Çarlılar bundan qəzəblənir. 1707 və 1711-ci illərdə üsyan törədirlər və 11-ci ildəki çıxış daha böyük olur. Belə ki, Çarlılar hücum edərək Şirvan bəylərbəyliyi üzərinə gəlirlər, Şamaxını tuturlar. Şamaxı şəhərinə daxil olaraq Şamaxı şəhərində Şirvan bəylərbəyinin öz iqamətgahını basır və orada Həsən Əli xanı öldürürlər. Həsən Əli xan Şirvan bəylərbəyi də öldürüldü. Şah Sultan Hüseyin məcbur qalır Şirvana yeni bir bəylərbəyi təyin eləməli olur. Daha sonra 1711-ci ildə üsyana yeni bir başçı seçirlər Çarlılar. Bu bizim adından çox geniş şəkildə danışacağımız bir şəxsiyyət olan Hacı Davuddur. Hacı Davudla tanış olaq. Hacı Davud kimdir? Hacı Davud barədə biz geniş danışacağıq. Belə ki, o hər hansı bir yüksək təbəqədən də deyil, hər hansı bir ali ruhani də deyil. Yəni, hər hansı bir yuxarı feodal ailələrindən, yuxarı ruhani ailələrindən heç bir qohumluğu yoxdur. Sadə bir vətəndaşdır. Sadəcə Məkkəyə gedib və hacı ləqəbi alıbdır. Məkkəyə gedənlərə hacı deyirlər. Və Hacı Davud öz məqsədlərini reallaşdırmaqdan ötəri dini amildən istifadə edirdi. Özünün hacılığından istifadə edərək öz siyasi məqsədlərinə çatmaq istəyirdi. Bəs onun Hacı Davudun siyasi məqsədi nədir? İlerleyen zamanlarda biz bunu başa düşəcəyik. 1711 Hacı Davud yeni üsyanın rəhbəridir.
Hacı Davudun başçılığı elədiyi üsyanlar daha da belə deyək ki, üsyan böyüyür və üsyan gələcəkdə 1719-da ən pik nöqtəsinə çatır. Hələ bura gələnə qədər Səfəvi dövlətinin daxilindəki məsələlərə baxaq digər tərəfdən. 1709. 1709-cu ilə gələndə bizim Qəndahar şəhəri var. Xorasandan biraz aşağıda şərqdə, Mərkəzi Asiyada Əfqanlar tərəfindən Qəndahar şəhəri 1709-da işğal olunur və Şah Sultan Hüseyn artıq çox narahatçılıq keçirir və Şah Sultan Hüseyn o qədər yaratmaz bir siyasət həyata keçirirdi ki, Səfəvilər dövlətində bütün əhalinin, bütün Səfəv əhalisinin Səfəvi sülaləsinə olan inamını sarsıdır və Səfəvi dövlətinə qarşı sadəcə Zarda yox, digər Azərbaycanın bütün şəhərlərində də üsyan baş verməsinə gətirib çıxarır bu. Və beləliklə 1719-21-ci illər gəldi üsyanın pik nöqtəsinə. 1719-cu ildə üsyanın mərkəzi Zardan Şamaxıya keçir. Üsyan artıq mərkəzi aradı Şamaxıdır, Şirvan bölgəsidir. Hacı Davudun başçılığı ilə 1719-da yeni bir üsyan baş verir. Üsyanın başlaması ilə birlikdə Hacı Davud özünə iki müttəfiq tapır. Biri Qazqumuxlu Surxay xan, bir digəri isə Qaytaxlı Əhməd xan. Bu ikisi də Dağıstan hakimləridir. Dağıstanlar da artıq Azərbaycanın siyasi tarixində mühüm rol oynayacaqlar. Diqqətli olaq qabaqçıdan. Deməli, Qazqumuxlu Surxay burada daha diqqətlə yadda saxlayaq. Hacı Davudun ən əsas müttəfiqi odur. Hər ikisi birlikdə 1719-da üsyanı başladırlar. Lakin Şirvanda 1719-da başlayan üsyan məğlubiyyətlə nəticələnir. Hacı Davud həbs olunur. Qazqumuxlu Surxay xan isə təcili, sürətli bir şəkildə Dağıstana qaçır. Lakin daha sonra şah ona məlumat göndərir ki, səni əfv edirəm, yüzbaşı olaraq orduma daxil ol. Qazqumuxlu Surxay xan da təbii ki, bunu rədd eləməz və beləliklə o günahlarını bağışlanmasına nail olur. Ancaq 1721-ə gələk. Hacı Davud məqsədindən dönməyəcək. 1721-ci ildə o həbsdən qaçır. Və həbsdən qaçandan sonra Qazqumuxlu Surxay xanın da başını yeyir və deyir, gəl yenə birləşək, yenə Şamaxıya zərbə vuraq. Bu səfər Şamaxı şəhərini ələ keçirə biləcəyik. Və 1721-ci ildə Hacı Davudla Qazqumuxlu Surxay xanın birləşmiş qoşunları Şamaxını bu səfər ələ keçirə bilirlər. Şamaxı şəhəri tutulur. Şamaxı şəhərinin tutulmasından sonra Hacı Davud istəyir həm Bakını, həm Gəncəni, həm Dərbəndi, həmçinin də bu dövrdə ən əsas mərkəzlərdən biri olan belə deyək də Azərbaycanın şimal bölgəsində tam hakim olmağa çalışır. Lakin həm Bakıya, həm Dərbənd, həm Gəncəyə olan hücumların üçü də uğursuzluqla nəticələnir. Əlində sadəcə Şamaxı qalır. Belə olanda Hacı Davud düşünür. Deyir, mənə bir müttəfiq lazımdır. Mənim belə deyək, himayəsinə keçə biləcəyim bir dövlət, bir qüvvə. İlk öncə Hacı Davud Rusiyaya müraciət edir. Rusiyaya müraciət Hacı Davud məktub göndərir. Məktubunda deyir ki, mən Rusiyanın himayəsində yeni bir dövlət qurmaq istəyirəm. Şirvan dövləti özümü müstəqil hökmdar elan edəcəm. Sadəcə sizin himayənizdə olun. Mənə kömək edin. Bu məktuba cavabı ruslar vermirlər. Belə ki, o dövrdə rusların Hacı Davuda dəstək verməməsinin əsas iki səbəbi var idi. Birincisi, Hacı Davud müstəqillik istəyirdi. Hacı Davud deyirdi, himayənizi qəbul edəcəm, ancaq müstəqil olacam. Bunu şərt qoşuram. Digər tərəfdən ruslar Azərbaycanı işğal etmək üçün planlar qururdular və bu işğal planları ilə üst-üstə düşmürdü. Onlar hər hansı bir Azərbaycana müstəqil dövlətin yaranmasını istəmirdilər. Beləliklə Rusiya tərəfi Hacı Davudun təklifinə rədd cavab verdi. Digər tərəfdən gələk qərbə, qərbdə vəziyyət necədir? Qərbdə Osmanlı var. Bu səfər Hacı Davud Osmanlıya bir məktub yönləndirir. Bu dövrdə Osmanlıda sultanımız isə Sultan 3-cü Əhməddir. 1700-1730. Sultan 3-cü Əhməd isə Hacı Davudun təklifini qəbul edir. Hacı Davud ona da Rusiya elədiyi eyni təklif eləmişdi. Mən müstəqil dövlət quracam, sadəcə olaraq himayəyə keçmək istəyirəm və mənə hərbi kömək göstərin. Osmanlı bu təklifi qəbul edir və Hacı Davuda xan titulu verir və beləliklə Şirvanı yarım müstəqil xanlıq kimi elan eləmiş olur Osmanlı bu hadisə ilə birlikdə. Beləliklə Hacı Davud Osmanlıdan istəyəcəyi dəstəyi almış olur və Osmanlına hərbi kömək göstərməyi vəd edir və Hacı Davuda Şirvan hakimi kimi onu tanıdığını və ona xan titulu verdiyini bildirən bir fərman göndərir Sultan 3-cü Əhməd. Beləliklə Osmanlı himayəsi altında Şirvanda yarım müstəqil bir xanlıq qurulur. Davam edək.
Beləliklə Azərbaycan uğrunda Səfəv və daha doğrusu Osmanlı ilə Rusiyanın maraqları toqquşur. Gələk danışaq geniş şəkildə Rusiyanın Azərbaycanı işğal etmək planları barədə. Birinci, 18-ci yüzilin əvvəlləri Prut səfərində 1-ci Pyotr uğursuzluqla düçar olur. Osmanlıya qarşı girdiyi döyüşdə məğlub olur və Qara dənizi ələ keçirmək xülyaları puç olur. Belə olanda o fikrini Xəzər dənizinə yönəldir. 1-ci Pyotr Rus hökmdarıdır. Qara dənizdən ümidini üzdü, Xəzər dənizinə fikrini yönəltdi və Xəzər dənizinə hücum eləyə bilməsi üçün isə qoşunlarını qərbdən cənuba indirməlidir. Lakin 1700 və 1721-ci illər arasında 1-ci Pyotrun başı hələ qarışıq idi. Səbəb qərbdə İsveçlə aparılan müharibə idi. Tarixə Şimal müharibəsi adı ilə düşən müharibə Rusiyanın başını hələ qatır və Azərbaycanı, Cənubi Qafqazı, Xəzər sahili bölgələri ələ keçirmək planını ertələməyə məcbur edirdi. Lakin Şah Sultan Hüseyn 1713-cü ildə bir elçi göndərir Peterburqa. Onun oraya elçi göndərməkdə əsas məqsədi dostluq və ticarət müqaviləsi barədə bir saziş imzalamağa çalışmaq idi. Səfəvlərin bu dövrdə həqiqətən vəziyyəti pis idi və onlar üçün yeni bir ticarət sazişi lazım idi ki, bəlkə biraz dövlətin xəzinəsinə pul daxil olsun. Və 1-ci Pyotr bu fürsətdən istifadə etmək qərarına gəlir. 1700 gəlik 13-cü ildə o Azərbaycana Artemi Volonskini göndərir. Artemi Volonski kimdir? Bir casus. Adı odur ki, güya İsfahana ticarət müqaviləsi imzalamağa gedir. Lakin 1-ci Pyotr ona qabaqcadan yola çıxmamışdan qabaq ona xüsusi tapşırıqlar verib. 1. Xəzər sahili əraziləri diqqətlə baxasan. 2. Səfəvlərin ordusu barədə məlumat toplayasan. 3. Baxasan görəsən Səfəvlərin iqtisadi siyasi vəziyyəti necədir? Onların ölkəsində vəziyyət nə yerdədir? Bundan başqa keçdiyin yolların xəritəsini çəkəsən. Ticarət yolları necədir? Otlaq sahələri nə yerdədir? Çünki o dövrün benzini nədir? Ot. At nə ilə işləyir? Otla. Otlaq sahələri lazımdır. Pyotr deyir, qabaqcadan otlaq sahələrinin harda çox olub, harda az olmasını mənə bildir. Səfəvi qoşunu harda yaxşı müdafiə qurğuları var, harasında pisdir. Səfəvi ərazisində ən əsası da gör, bizlə eyni dindaş olan kəsləri tapa bilirsənmi? Ruslar xristiyan idilər. Artemi Volonskiyə 1-ci Pyotr göstəriş vermişdi ki, çalış orada Azərbaycanda bir xristiyan da tap, bir xristiyan qövm tap ki, onlarla biz birləşək və Azərbaycanda öz hakimiyyətimizi gələcəkdə daha da möhkəmləndirə bilək. Deməli, Artemi Volonski kim oldu? Cəsusdur. Pyotr ona məlumat verib ki, daha doğrusu missiya verib, get Səfəvi dövlətin siyasi iqtisadi vəziyyətini araşdır, ordusunun vəziyyətini araşdır, yollara diqqət elə, xəritə çək, xüsusilə keçdiyin yolların, ticarət yollarına nəzər sal, həmçinin də ki, bax gör otlaq sahələrinin vəziyyəti nə yerdədir, Səfəvlərin müdafiə qurğuları nə yerdədir və Volonski bu addan gəlir. Volonski yolda 1716-cı ildə belə bir qeyd aparıb özünün şəxsi gündəliyində və o orada vurğulayır ki, bəs Şirvan bəylərbəyliyindəki vəziyyət o yerə gəlib çatıb ki, bəylərbəyi öz ödəməli olduğu vergini çox az miqdarda ödəyir. Belə ki, o belə bir metafor işlədir. Deyir, Şirvan bəylərbəyləri o dövrdə dövlət xəzinəsinə ağacın sadəcə yarpağını göndərir, meyvəsini isə özlərinə saxlayırdılar. Bu artıq Səfəvi bürokratiyasının necə bir rüşvətxor öz başına bir vəziyyətə gəlməsindən yenə bizə xəbər verir. Beləliklə 1717-ci ildə sonunda o istədiyi yerə gəlib çatır. Volonski İsfahana çatır. İsfahanda Səfəvi dövləti ilə yeni bir ticarət sazişi imzalanır. Diqqət, 1667-1717. Oxşar cəhətdir. Nə? Ticarət müqaviləsinin imzalanması Rusiya və Səfəvi arasında. Yadda saxladıq. Tamam. Beləliklə, 1-ci Pyotr Xəzər sahilində yürüşə keçməmişdən qabaq 3 əsas iş görəcək. 1. Artemi Volonskini Səfəvi dövlətinə göndərir, casusluq eləsin. Gələk indi ikincidən danışaq. Xəzərin qərb sahillərinə ekspedisiya. 1-ci Pyotr Xəzər dənizinə ekspedisiya göndərməkdə əsas məqsədi o idi ki, Xəzərin bütün bu qərb sahillərinin xəritəsini çəkib hazırlasınlar. Çünki Həştərxandan ikinci bir ordu dəniz yolu ilə gəmilər vasitəsilə irəliləyəcəkdi və harda limana yanaşmaq olar, hansı liman güvənlilərdir, harda sular nə vəziyyətdədir, bunlar haqqında geniş məlumat lazım idi ruslara.
Ekspedisiya həqiqətən yola çıxır. Ekspedisiya öz məqsədinə də çatır. Belə ki, onlar Xəzərin qərb sahillərinin topoqrafiya, yəni quruluşunu, torpağın quruluşunu öyrənəcəkdilər və öyrənirlər də. Hətta Xəzəryanı bölgələrdə olan zaman onlar Nargin, Vulf və Pesçanı, digər adı ilə Qumlu kimi belə deyək, adaları öz xəritələrinə əlavə edir və bu adalara bu adı ruslar özləri verirlər. Daha sonra ekspedisiya irəliləyir, ən axırı Astrabada qədər gəlib çatır və bütün Xəzər sahillərinin hər tərəfli şəkildə topoqrafiyasını öyrənib, xəritəsini çəkib geri qayıdırlar. Daha sonra üçüncü məqsəd. Yürüşü həyata keçməmişdən qabaq, daha doğrusu üçüncü hərəkəti. Nə edir 1-ci Pyotr üçüncü hərəkət olaraq? Pyotr öz tacirlərinin marağını qorumaqdan ötəri Şamaxı şəhərində Rusiya konsulluğu açmaq istəyir. Lakin 1719-da başlayan Şamaxı üsyanı, belə ki, Hacı Davudun üsyanından söhbət təbii ki gedir, Şamaxıda konsulluğun açılmasının qarşısını alır. Beləliklə, ümumiləşdirdiyi Pyotr Xəzəryanı sahili bölgələri yürüşə çıxmamışdan qabaq 3 əsas tədbir gördü. Artemi Volinski casusluğa göndərildi. Xəzərin qərb sahillərini öyrənməkdən ötəri bir ekspedisiya yollanıldı. Şirvanda, Şamaxı şəhərində Rus tacirlərinin xeyrinə bir konsulluq açılmağa çalışıldı. Lakin Hacı Davudun üsyanı buna imkan vermədi. Davam. 18-ci əsrin 20-ci illərinin əvvəlləri. Rusiya Azərbaycanda işğallara başlamalıdır və onun Azərbaycanı işğal etmək üçün hərəkətə keçməsini nə sürətləndirir? 1. Hacı Davudun Osmanlı ilə yaxınlaşması. 1-ci Pyotr qorxuya düşmüşdü ki, Osmanlı, ikinci səbəb, Şirvana qoşun yeridəcək və beləliklə bütün Cənubi Qafqazı, daha sonra isə Azərbaycanı işğal edəcək. Bu, Rusların işğal planına zidd bir amil olacaqdı. Deməli, Pyotr nəyə görə sürətlənir, tez işğal hərəkatını tez başlatmaq qərarı alır? Çünki Osmanlı Şirvana qoşun yeridə bilərdi. Osmanlı ilə Hacı Davud yaxınlaşmışdı. Azərbaycan əldən çıxa bilərdi. Beləliklə Pyotr tələsir. Pyotr Azərbaycana yürüş eləməkdən ötəri nə bəhanə eləyir? Deyir ki, bəs Şirvanda xalq hərəkatı qalxıb. 1719-cu il üsyanından bayaq danışanda burada biz nəyi vurğulamadıq? Yada salaq bunu vurğulayaq. 1719-cu il Hacı Davudun Şirvanda Şamaxı şəhərini ələ keçirən zamanı bir çox Rus tacirlərinin mallarına ziyan dəymişdi. 1-ci Pyotr bunu böyüdərək demişdi ki, bəs Şamaxıda Hacı Davud üsyan edən zamanı nə qədər Rus taciri qətliyama məruz qalıb, öldürülüb. Mən öz Rus tacirlərimin qisasını almaqdan ötəri Hacı Davudu edam elətdirməyə gəlirəm. Gəlirəm hara? Şamaxıya. Məqsədim nədir? Hacı Davudu öldürmək və güya mənim məqsədim, mənim hörmətli dostum Səfəvi şahına hörmət etməkdən, kömək eləməkdən ibarətdir. Beləliklə, Pyotr öz gizli işğal niyyətini nə ilə gizlədirdi? Güya Rus tacirlərinin qisasını alacaq və Səfəvi hökmdarına kömək göstərəcəkdi. Və o ilk dəfə yürüşə başlayanda yürüşə nə ad qoyur? Bunu yadda saxlayın. Şamaxı ekspedisiyası. Yürüşün adı Şamaxı ekspedisiyası idi, ancaq adı dəyişir. Səbəb Şamaxıda baş verən Hacı Davudun üsyanının qələbə ilə nəticələnməsi və Osmanlı Sultanı 3-cü Əhmədin Hacı Davuda Şirvan xanı titulu verməsi. Beləliklə artıq ortada üsyan deyilən bir şey qalmamışdı. Çünki Hacı Davud qanuni şəkildə Osmanlı tərəfindən bir xan titulu ilə tanınmışdı. Və ona görə 1-ci Pyotr yürüşün adını dəyişdirməyə məruz qalır. Gələk. 1722-ci il Pyotrun işini rahatlandıran bir hadisə baş verəcək. Səfəvi dövləti üçün isə çox böyük bir hadisə. 1722-ci il Səfəvilərin paytaxtı İsfahan şəhəri Əfqanların yürüşü nəticəsində ələ keçirilir. Əfqanlar İsfahanı tutandan sonra Şah Sultan Hüseyn və bir sıra Səfəvi dövlətinin yuxarı vəzifəli əyanlarını əsir apararaq özləri ilə Əfqanistana aparırlar və Səfəvi taxtında taxt dəyişikliyi baş verir. Hakimiyyətə 1722-32-ci illərdə Şah II Təhmasib çıxır. Beləliklə 1722-də baş verən İsfahanın tutulması, Əfqanların şərqdən Səfəvilər dövlətinin arasının böyük bir hissəsini ələ keçirməsi Pyotrun işğalçılıq siyasəti üçün çox belə deyək ki, əla bir fürsət olur. 1722 yürüşə çıxış gəlməmişdən qabaq 1-ci Pyotr manifest hazırlayır. Manifest nədir? Manifest hər hansısa bir dövlət qurumunun yerli əhaliyə belə deyək də müraciət, yazılı müraciətdir. Belə ki,
1-ci Pyotr yürüşə gəlməmişdən qabaq Azərbaycan xalqının gözündən pərdə asmaqdan ötəri bir manifest yayımlayır və bunu da fikirləşin Azərbaycan türkçəsində eləyir. Cənubi Qafqazda hansı xalqlar yaşayırsa hər bir xalqın öz dilində bir manifest hazırlayır və orada bildirir. Deyir ki, mən yürüşə gəlməkdə əsas məqsədim pis vəziyyətdə qalmış Səfəvi şahına kömək eləmək və Şamaxıdakı üsyanı yatıraraq bəs Rus tacirlərinə dəyən ziyanın qarşısını alıb onların qisasını almaqdan ibarətdir. Bunu eşidən bəzi yerli feodallarımız həvəsə gəlirlər, deyirlər, yaxşı şeydir, qoy gəlsin Pyotr, bəlkə bizə torpaq zad verər. Digər tərəfdən bəziləri isə bunu həqiqətən altında gizli işğalçılıq siyasətinin yatdığını duyumsuyurlar. 1722 18 iyun 1722-18 iyun tarixində Həştərxan şəhərindən Rus ordusu iki qrup şəklində həm dənizdən donanma ilə, həmçinin qurudan istiqamət alaraq ilk öncə Dərbəndə gəlirlər. 1722-də Ruslar tərəfindən ilk ələ keçirilən şəhər hansı şəhər olur? Yadda saxlayırıq, Dərbənd. Belə ki, Dərbənd hakimi İmamqulu bəy öz vəzifəsindən, yəni belə deyək, öz hakimlik, Dərbənd şəhərinin hakimlik vəzifəsini itirməməkdən ötəri qalanın açarlarını 1-ci Pyotrun hüzurundan çıxaraq onun özünə təqdim edir. 1-ci Pyotr açarı qəbul edir. Dərbənd şəhərində olduğu bir müddət ərzində 1-ci Pyotra Dərbənddə bir sui-qəsd planı hazırlanır. Lakin son anda bu sui-qəsdin üstü açılır və 1-ci Pyotr sui-qəsdə qalxanların hamısını edam elətdirir. Daha sonra Rus ordusu irəliləyir Bakıya doğru. Bakı istiqamətində yürüşü davam elətdirən zaman 1-ci Pyotr geri qayıtmalı olur. Yürüşdə 1-ci Pyotr var idi Dərbənd şəhərinin ələ keçirilməsində. Hətta Bakıya da yola çıxmışdı, lakin geriyə qayıdır. Səbəb? Nə idi səbəb? 3 əsas səbəbimiz var burada. Niyə görə Pyotr geriyə qayıtdı? 1. İsveçlə olan yeni bir müharibə təhlükəsi. İsveç, Rusiya yeni bir müharibə başlada bilərdi. İkincisi, burada vurğulayırıq Osmanlı dövlətinin etirazı. Osmanlı dövləti Rus işğalına qarşı öz etirazını bildirir. Üçüncüsü isə Xəzər dənizində baş verən bir tufan. Xəzər dənizində baş verən tufan nəticəsində 1-ci Pyotrun donanmasına aid bir sıra Rus gəmiləri yanır, dağılır, silah ehtiyatı, ərzaq ehtiyatı dağılır və buna görə bu üç səbəb doğrultusunda 1-ci Pyotr geriyə çəkilməli, öz paytaxtına getməli olur. Lakin Rus ordusu hücumu hələ də davam elətdirir. Dərbənddən sonra irəliləyən Rus ordusu 1722-nin sonlarına doğru Rəşdi də ələ keçirirlər. Rəşdi ələ keçiləndən sonra isə 1723-cü ildə artıq Bakıya doğru yürüş həmlə olunur. Həm dənizdən, həm qurudan. 1-ci Pyotr Bakını sürətli şəkildə tutmağa çalışırdı. Çünki Osmanlının artıq Azərbaycana yürüş etməsi an məsələsi idi. 1723-cü ilin iyul ayında məhz Bakı şəhəri mühasirəyə alınır. Bir az müqavimətdən sonra Bakı şəhəri də 1723-cü ildə işğal olunur. Deməli, 1722-də Dərbənd və Rəşd, 1723-də isə Bakı şəhəri işğal olundu. Bakıda hərbi komendant idarə etmə üsulu yaradıldı. Bakının işğalını Rusiyada Peterburq şəhərində atəşfəşanlıqla keçirirlər. Bu böyük sevincə səbəb olur Rus sarayında və 1723-cü ildə 2-ci Təhmasib öz elçisi İsmail bəyi Peterburqa göndərir sülh müqaviləsinin bağlanmasından ötəri. 1723-də Səfəvilərlə Rusiya arasında bir sülh müqaviləsi imzalanır. Peterburq sülhü. Peterburq sülhünün şərtlərində nə deyilir? 1. Dərbənddən Gilana qədər olan bütün Xəzəryanı boyu ərazilər Rusiya veriləcəkdi. 2. Bunun qarşılığında Ruslar Səfəvlərə, Əfqanlara qarşı aparacaqları müharibələrdə hərbi yardım göstərəcəkdi. Bunu 1-ci Pyotr İsmail bəyə zorla qəbul elətdirmişdi. 2-ci Təhmasibin bu müqavilədən xəbəri belə yox idi. 2-ci Təhmasibə İsmail bəyin belə bir müqaviləyə qol çəkməsi xəbəri gələndə 2-ci Təhmasib müqaviləni tanımadığını bildirir. Deməli, yadda saxlayırıq 1723-cü il Peterburq sülh müqaviləsi tanınıb? Xeyr, qanuni qüvvəyə minməyib. Çünki 2-ci Təhmasib bu sülh müqaviləsini tanımırdı. Sülh müqaviləsinin şərtlərini yenidən baxdıq. Dərbənddən Gilana qədər olan bütün Xəzəryanı boyu ərazilər verilirdi Rusiyaya və ikinci şərt isə vurğulayırıq. Əfqanlara qarşı aparılacaq müharibədə Ruslar Səfəvilərə hərbi yardım göstərməyi öz öhdələrinə götürmüşdülər. Davam elədik. Artıq keçək biraz Osmanlı tərəfinə baxaq. Osmanlı imperiyası
Azərbaycan uğrunda mübarizəni Rusiyaya qarşı bir müharibə kimi görürdü. Rusiyaya qarşı yeni bir mübarizə meydanı artıq Osmanlı üçün Azərbaycan idi. Və Osmanlının bu dövrdə əsas məqsədi o da Xəzər dənizi sahillərinə qədər öz ərazisini genişləndirmək istəyir və şərqdən gələn digər bütün tranzit ticarət yollarına hakim kəsilmək istəyirdi. Deməli, Osmanlının əsas məqsədi nə idi bu dövrdə? 3 dənə: 1. Azərbaycana Rusiyaya qarşı yeni mübarizə meydanı kimi baxır. 2. Xəzər dənizi sahilinə qədər öz ərazisini genişləndirmək istəyir və nəhayət 3. Şərqdən gələn bütün tranzit ticarət yollarına nəzarəti əl almaq istəyirdi. Peterburq müqaviləsi imzalanandan sonra Avropa ölkələri olan İngiltərə və Fransa Osmanlını sıxışdırmağa çalışır. Onu Rusiyaya qarşı müharibəyə təhrik edirlər və bu müharibəyə təhrik həqiqətən öz bəhrəsini verir. Osmanlı Rusiya müharibə elan edir. Lakin 1724-cü ildə heç Osmanlı-Rus qoşunu qarşılaşmadan Osmanlı ilə Rusiya arasında bir sülh müqaviləsi imzalanır. Bu müqavilənin şərti nə olur? Söhbət gedir İstanbul müqaviləsindən. İstanbul müqaviləsinin şərtlərinə görə Xəzərboyu əyalətlər Rusiyanın tərkibində qalacaq və Osmanlı bu ərazilərin Rusiyada olmasını təsdiq edəcəkdi. İkinci şərt: Rusiya Xəzərboyu ərazilər istisna olmaqla bütün Azərbaycan torpaqlarının Osmanlı tərəfindən işğalını, Osmanlının ixtiyarına keçməsinə, Osmanlı tərəfinə keçməsinə icazə verəcək. Üçüncü bir müqavilənin bəndində isə vurğulanırdı ki, Şirvan müstəqil xanlıq elan olunacaqdı və Hacı Davud da müstəqil xan olacaqdı. Müstəqil xan olmasına baxmayaraq Osmanlının himayəsindədir, lakin Osmanlılara Şirvan ərazisində ordu saxlamaq qadağandır. Beləliklə gəldik 1724 nə müqaviləsi dedik? İstanbul sülhünün şərtlərini yenidən baxdıq. 1. Xəzərboyu əyalətlər Dərbənddən Gilana qədər hamısı Rusiyanındır. Xəzərboyu əyalətlər çıxmaq şərti ilə bütün Azərbaycan Osmanlılarındır. Şirvan müstəqil, yarı müstəqil xanlıqdır və Osmanlının himayəsindədir. Lakin Osmanlı Şirvanda qoşun saxlaya bilməz. Davam elədik. 1724-cü ildə İstanbul müqaviləsinə əsasən Osmanlı Azərbaycanı işğal eləməyə başlayır. Osmanlı 1724-cü ildə Cənubi Qafqaza ordu yeridir. 1724-də İrəvan, Naxçıvan, Ordubad, Salmas, Xoy, Mərənd, demək olar ki, xəritədə qızartdığım bütün ərazilər Osmanlı tərəfindən ələ keçirilir. Və ardı ilə Osmanlı qoşunu artıq sürətli şəkildə həmləsini davam elətdirirlər Təbrizə doğru. 1725 Azərbaycan şəhərləri içərisində ən güclü müqavimət Təbrizdə olur. Təbriz əhalisi güclü müqavimət göstərsə də Osmanlı 1725-də Təbriz şəhərində ələ keçirir. Ardı ilə 1725-in ortalarında Gəncə şəhəri ələ keçirilir. 1725-in sonunda isə Ərdəbil şəhəri də tutulur. Ərdəbil şəhərinin tutulması ilə bağlı Osmanlıda atəş və şanlıq keçirilir. Bunun isə əsas səbəbi İstanbul sülh müqaviləsinin şərtlərinə görə Ərdəbil Osmanlının payına düşən bir torpaq deyildi. Osmanlı işğal zonası deyildi. Və buna görə Osmanlılar bunun üçün atəş və şanlıq həyata keçirmişdilər. Diqqət, şəhərlərin adına diqqət. 1724-də işğal Xoy, Mərənd, Naxçıvan, İrəvan, Salmas. Bu şəhərlər 1725-də 3 şəhər ardıcılıqla ən güclü müqavimət Təbrizdə. Birinci Təbriz tutulur 1725-də. Daha sonra 1725-də Gəncə, daha sonra isə Ərdəbil 1725-də ələ keçirilir. Ərdəbilin ələ keçirilməsinə görə atəş və şanlıq edir Osmanlılar, çünki öz işğal zonalarına düşmürdü. Ərdəbil və Bakı şəhərinin tutulması üçün oxşar cəhət hər ikisindən sonra atəş və şanlıq keçirilibdir. Davam elədik. Beləliklə Osmanlıda öz payına düşən torpaqların böyük bir hissəsini demək olar tam şəkildə ələ keçirdi və indi bir məsələ var. Rusiya ilə Osmanlı öz aralarında bir sərhəd həddi çəkməlidirlər və bunun üçün 1727-ci ildə yeni bir sülh müqaviləsi Nabur sülhünü imzalayırlar. Nabur sülhündə məqsəd deməli nə oldu? Səfəvi ilə, daha doğrusu Osmanlı ilə Rusiya arasında sərhəd xəttinin çəkilməsi. Və beləliklə 1727-ci ildə Nabur kəndində sülh müqaviləsi imzalanır və beləliklə tam şəkildə sərhəd xətti dəqiqləşdirilir. Tamam, gəldik Azərbaycan-Rus işğalı və Azərbaycan-Osmanlı işğalı dövründə bunun barədə danışaq. Burada nə barədə biz vurğulayıb danışmalıyıq, yadda saxlayaq yoldaşlar. Birincisi, Rusiya Azərbaycanda komendant idarə etmə üsulu yaradıb.
Xəzər İbrahim ərazilər komendant idarə etmə üsulu ilə idarə olunurdu və Bakının ilk və tək komendantı komendant Baryatinski idi. Baryatinski bütün neft belə deyək quyularının müsadirə eləmiş. Bundan başqa o iqtisadi hərbi strateji məqsədlə istifadə etməkdən ötəri neft quyularının reyestr tərtib eləmişdi. Reyestr nədir? Reyestr xüsusi sənəddir. Burada əsasən hesabat olunur. Reyestr elə bilin ki, bir hesabat cədvəlidir. Orada tutalım neft məhsulunun adı, onun hardan çıxarıldığı, neçəyə satıldığı, neçəyə alındığı, bu kimi şeylər, bu kimi xüsusiyyətlər verilir. Reyestr nədir? Yəni qanuni sənəd, hesabat sənədi kimi bir şeydir və Baryatinski nə qərar vermişdi komendant olduğu müddətdə bütün neft quyularının müsadirə olunması məqsəd həm hərbi strateji, həm də iqtisadi məqsəd güdülürdü bundan. Bundan başqa 1-ci Pyotrun əsas məqsədi ipək istehsalı idi. Ruslar həmişədən Səfəvi qızılbaş ipəyinə meyl salıblar. Belə ki, qızılbaş ipəyi o dövrdə Avropada çox baha qiymətə satılırdı, xüsusilə şərqdən gələn ipəklər. Və Rusiyanın şimal ərazilərdə yerləşdiyinə görə, Rusiya Şimal Buzlu Okeanına yaxındır və ona görə iqlimi çox soyuqdur. Və iqlimi də soyuq olduğuna görə də orada belə deyək, ipək yetişdirilməsi mümkün deyil. Tut ağacının orada yetişdirilməsi mümkün deyil. 1-ci Pyotr hətta o dövrdə belə bir qərar imzalamışdı ki, əgər ki kimsə tut ağacının birini kəsərsə, o mütləq şəkildə edam etdirilməlidir. Azərbaycanı işğal edəndən sonra Pyotr xüsusilə tut ağaclarının yetişdirilməsinə, ipək barama qurdunun istehsalına, ipəyin hazırlanmasına xüsusi diqqət ayırır. Hətta Ruslar Kürd çayının mənsəbində Peterburq kimi böyük bir ticarət şəhərinin sağlanması üçün planlar hazırlayırdılar. Kürd çayı xüsusilə önəm daşıyırdı Rusiyanın buradakı müstəmləkəçilik işğalı dövründə. Belə ki, Kürd çayı həm balıqçılıq, həm gəmiçiliyin inkişafı üçün Ruslara çox mühüm ərs təşkil edirdi. Beləliklə Azərbaycan müstəmləkə altında olduğu dövrdə, işğal altında olduğu dövrdə Rusiya tərəfindən bir sıra təbii sərvətləri müsadirə olunur. Xüsusilə neft quyuları bunun üçün reyestrdə tərtib olunmuşdu. 1-ci Pyotrun digər bir tərəfdən əsas məqsədi Azərbaycanda ipəkçiliyi inkişaf elətdirmək üçün ki, bu ipək vasitəsilə qərbdə varlanacaqdı. Hətta Kürd çayında gəmiçilik və balıqçılığı inkişaf elətdirmək istəyir. Bunun üçün Kürd çayı mənsəbində hətta Peterburq kimi böyük bir şəhər sağlanması planı da onların nəzərində var idi. Davam edək. Rusiyanın Azərbaycana yeritdiyi bir digər siyasət. Biz indi nədən danışacağıq? 1724-cü il Pyotrun verdiyi bir fərman var. 1724 10 noyabr. Tarix xüsusilə yadda saxlayın. Bu tarix nə tarixidir? İlk dəfə Azərbaycanda ermənilərin yerləşdirilməsi ilə bağlı qərar məhz budur. 1-ci Pyotr Bakını ələ keçirəndən sonra yadımızda da Artemi Volonskiyə məlumat vermişdi. Hələ iş Azərbaycana gəlməmişdən qabaq. Demişdi, gör Cənubi Qafqazda, Xəzər sahili bölgələrdə xristiyan əhali tapa bilsənmi? Rusların bunda əsas məqsədi yeni işğal elədikləri ərazilərdə özlərinə etnik, sosial dayaq yaratmaqdan ibarət idi. Və bunun üçün də o dövrdə ermənilər çox mühüm alətə çevrilmişlər. Hətta o dövr bir belə deyək, erməni yaramazı var. 1703-cü ildə İsrail Ori yalancı bir xəritə tərtib eləmişdi və burada Azərbaycanın böyük bir hissəsi, Gürcüstanın cənubu, Osmanlının şərqi, İranın şimal bölgələrini Böyük Ermənistan adı ilə adlandıraraq 1-ci Pyotra bir xəritə təqdim eləmiş və deyirdi ki, əgər ki şübhəsiz Ruslar Azərbaycanı işğal eləməyə gəlsələr, ermənilər Ruslara böyük dəstək göstərəcəklər bu işğalda. Və 1-ci Pyotr bunu unutmamış və özünə etnik dayaq yaratmaq üçün ermənilərin xüsusilə 1724 10 noyabr bəyannaməsi ilə birlikdə Bakıda yerləşdirilməsi üçün fərman imzalamışdı. Deməli 1724 özünə sosial və etnik dayaq yaratmaq üçün Bakıda kimlərin yerləşdirilməsinə diqqət yetirir Pyotr? Ermənilərin. Deyirdi onlara diqqətlə davranın, erməniləri hər tərəfli qayıqlı ilə əhatə edin, onlar bizim imperatorluğumuzun dostlardırlar. Davam. Beləliklə bu barədə danışdıq.
1725-ə gələk artıq Rus işğalını yekunlaşdıraq. 1725-in sonlarında 1-ci Pyotr həyatını itirir. 1-ci Pyotr həyatını itirəndən sonra işğal olunmuş bu Xəzəryanı bölgələri nəzarətdə saxlamaq qeyri-mümkünləşir. Belə ki, 1-ci Pyotr öləndən sonra artıq burada qoşun saxlamaq çox böyük xərclər tələb edirdi. Bu bir. Qoşun saxlamaq böyük xərc tələb edir. 2. Yeni ərazilərdən elə düşünmüşdülər ki, Ruslar o qədər çox gəlir əldə edəcəklər ki, pula pul deməyəcəklər. Ancaq onların bu nəzərdə tutduqları olmamışdı. Azərbaycandan istədikləri gəliri əldə edə bilməmişdilər. Bu da elə ki. Və Pyotrdan sonra heç elə bir güclü Rus imperatoru da yoxdur 2-ci Yekaterinaya qədər ki, Azərbaycanı öz işğalı altında saxlasın. Elə bu üç əsas səbəb doğrultusunda Ruslar artıq Azərbaycana olan maraqlarını itirirlər. Nə oldu bu üç səbəbimiz? 1. Ruslar istədikləri gəliri qazana bilmədilər. 2. Burada qoşun saxlamaq xeyli pul tələb edirdi. 3. Pyotrun ölümündən sonra artıq buranı öz əlində saxlaya biləcək elə bir qüdrətli Rus hökmdarı yox idi. Tamam, gələk indi isə Osmanlı idarəsinə baxaq. Osmanlı idarəsində Azərbaycan nə yerdədir? Osmanlı necə bir inzibati idarə etmə quruluşuna gedib? Ruslar dedik inzibati cəhətdən Azərbaycanda komendant idarə etmə üsulu yaradıb. Bəs Osmanlılar isə vilayətlərə işğal elədikləri, yəni Azərbaycan ərazisini vilayətləri sancaqlıqlara, sancaqlıqları mahallara, mahallar isə nahiyələrə bölüb. Diqqət! Vilayətə başçılıq edən Osmanlı sərkərdəsidir. Ancaq sancaqlıq, mahal, nahiyə bunlara başçılıq edənlər yerli feodallar, yəni Azərbaycanlılardır. Burada bizə nə diqqət eləməliyik nəyə? Vilayətlərə başçılıq edən Osmanlı sərkərdələri, ancaq digər xırda inzibati ərazi vahidləri, yəni sancaqlıq, nahiyə və mahallara rəhbərlik edənlər isə kimlərdir? Yerli feodallarımız. Beləliklə bundan başqa Osmanlıların işğalı altında olan bölgədə Şirvan adlanan bir bölgə də var. Yarım müstəqil xanlıq idi. Hacı Davud bildiyimiz kimi yarım müstəqil bir xan idi və öz qoşunu var idi. Lakin Osmanlının İstanbul sülh müqaviləsinə görə Şamaxıda qoşun saxlamaq hüququ yox idi. Elə buna görə də Hacı Davud 1727-ci ildə Nabur sülhü imzalanan zamanı Osmanlı tərəfindən taxtdan salınır. Onun yerinə Qazqumluqlu Surxay xanı gətirilir. Belə ki, Hacı Davud həddindən artıq səlahiyyətlərini aşmış və sərhədlərin dəqiqləşdirilməsi zamanı problem yaratmışdı. Osmanlı Hacı Davudun çox belə özündən lovğa apardığını görmüş, onun qulağını burmaq qərarına gəlmiş və 1727-də onun əvəzinə onun keçmiş müttəfiqi olan Qazqumluqlu Surxay xanı Şirvanın xanı elan eləmişdilər. Daha sonra isə Osmanlı idarəçiliyi dövründə necə bir dəyişikliklər baş veribdi? Gəlin ondan danışaq, torpaq mülkiyyət formalarına gələk. Bilirdik, Səfəvilərdəki torpaq mülkiyyət forması var idi. Ən əsaslardan dövlət torpaqları və hökmdar ailəsinə mənsub olan torpaqlar. Bunlar nə idi? Divan və xas. Osmanlılar Azərbaycanı ələ keçirəndən sonra divan və xas torpaqlarını birləşdirərək ümumi dövlət torpaqları yaradırlar. Səfəvlərdə bu nə idi? Divan torpaqları idi, dövlət torpaqları, xas isə ayrıca hökmdarlara aid olan torpaq idi. Osmanlı bu iki torpağı birləşdirib yaratdı yeni bir torpaq mülkiyyət forması. Dövlət torpaqları. Və Osmanlı deyirdi, mənim hakimiyyətimi qəbul edən yerli feodallara mən buradan torpaq verəcəm. Və bu torpaqlar adlanacaq bəylik, ağalıq. Bəylik ağalıq deməli kimlərə verilir? Yerli feodallara, yəni Azərbaycanlı feodallara. Hansı torpaqlardan? Məsələ yaradılan yeni olan bu torpaq dövlət torpaqları hesabına bəylik və ağalıq torpaqları paylanacaqdı. Daha sonra əhali siyahıya alınır. Əhaliyə siyahıya alınır, yenə vergi dəftərləri təyin olunur. 1591-ci İstanbul sülhündən sonra da eyni vəziyyət var idi. Osmanlı o vaxt vergi dəftərləri təyin eləmişdi. Yenə əhalinin siyahıya alaraq vergi dəftərləri təyin edir. Ancaq bu səfər Osmanlı çox gözəl bir siyasət yeridir. Əhalinin xətrinə dəymir. Belə ki, Osmanlı ədalətli bir vergi islahatı həyata keçirir. Osmanlının vergi dəftərlərində yazılan məlumatlardan biz görürük ki, ilk işğal dövründə Osmanlılar nə qadınlardan, nə uşaqlardan, nə qocalardan, nə də ki şikəstlərdən, zehni əməklə məşğul olan elm adamlarından vergi almırdılar. Və bundan başqa bir dənə də pis xüsusiyyətləri var bir müddət sonra vergi yığılmasını müqatiyyəyə vermək. Müqatiyə nədir?
Müqatiyə arendaya vermək deməkdir bugünkü dövrdə bizim dilimizdə. Kiraya vermək. Belə ki, nədir? Müqatiyə nəyi müqatiyə verirlər? Vergi yığmaq hüququnu. Mən bir varlı şəxsəm, gəlirəm hökmdara deyirəm ki, tutalım sən Azərbaycandan bu il vergi götürəsən, məsəl üçün deyirəm də 1 milyon dolar. Mən sənə bu 1 milyon doları ödəyirəm. Vergi yığılması hüququnu mənə ver. Və mən beləliklə nə etdim? Vergi yığılması hüququnu müqatiyə aldım. Özbə götürdüm. Və gedirəm indi əhalidən o vergini 2 milyon olaraq özüm toplayıram. Dövlət nə edir? Dövlət onsuz 1 milyonu alacaqdı. Əvvəl axır almalıydı. Dövlət 1 milyon alır cibinə qoyur. Deyir ala vergini yığmaq, mən bir də ev düşüb vergi yığacam kəndlidən. Ala get yığ ürəyin nə qədər istəyir. Bu əhaliyə ziyan eləyər? Bəli, təbii ki ziyan eləyər. Əhalinin vəziyyəti ağırlaşar. Beləliklə Osmanlıda vergilərin yığılması nəyə verilirdi? Müqatiyəyə, yəni icarəyə. Pulunu verirdin və gedib vergini toplayırdın. Osmanlı öz dövründə ticarətdə həm öz pul vahidlərindən, çəki vahidlərindən, həmçinin də Səfəv dövlətinin pul ölçü çəki vahidlərindən də istifadə eləmişdir. Danışaq Rus və Osmanlı dövründə baş verən üsyanlardan. Rus işğalı dövründə artıq həm Azərbaycanın Rus bölgəsində, Rus işğal zonasında, həmçinin də Azərbaycanın Osmanlı işğal zonasında üsyanlar baş verir. Üsyanların baş verməsinin əsas səbəbi isə belə deyək ki, artıq bir neçə ildən sonra işğal qanunları amansızlaşır, vergilər, mükəlləfiyyətlər artırılır və əhali buna görə dözməyib üsyanlar qaldırır. Əsas mübarizə forması pasiv mübarizə forması idi Azərbaycanda. Belə ki, nə edirdilər? Vergini ödəmirdilər, mükəlləfiyyətdən boyun qaçırırdılar və yaşayış yerlərini kütləvi şəkildə tərk edirdilər. Bu kimi amillər bu dövrdə üsyanın əlamətləri idi. Ən böyük üsyan Rusiyaya qarşı 1724-də Salyanda baş verir. Salyandakı bu üsyana Salyan hakiminin dul qadını Fatimə xanım başçılıq edirdi. Üsyana düşünün ki, Azərbaycanda bir qadın rəhbərlik edirdi. Nə üsyanı? Salyan üsyanı. Neçənci ildə baş verib? 1724-də kimə qarşı? Rus işğalına qarşı rəhbər Fatimə xanım. Gəldik Osmanlı hakimiyyətinə qarşı üsyan nə zaman harda olub? Osmanlı hakimiyyətinə qarşı üsyan isə 1727-də Qarabağ bölgəsində baş veribdi. Və bu üsyan da uğursuzluqla nəticələnibdi. Lakin Osmanlı və Rus işğalına qarşı Azərbaycanda müqavimət dinmirdi və bir müddət sonra yerli əhali istədiyinə nail ola biləcəkdi. Gələcəkdə Nadir xan həm Rusları, həm Osmanlıları Azərbaycandan qovub çıxaracaqdı. Bu günlük bu qədər. Mövzu izahatımız geniş şəkildə ümid edirəm ki, hər birinizə açıq aydın oldu. Biz sizlə 18-ci əsrin 1-ci rübündə Səfəvi dövlətinin iqtisadi siyasi vəziyyəti barədə və Rus-Osmanlıların işğalları barədə geniş şəkildə danışdıq. Gələcək mövzu izahatında görüşənə qədər sağ olun, salamat qalın.